Açılış üçün söz verilir Milletvəkili Arzuman Xaçanbərdiyə, hazırlaşsın Milletvəkili Bilal Şirinov. Sağ olun, hörmətli sədr. Hörmətli millət vəkilləri, eləcə də Azərbaycan xalqı. Bizim bu gedişatla bağlı olaraq bu müharibə ilə əlaqədar hər birimizin fikrimiz odur ki, Azərbaycan Respublikası müharibədən kənarda qalsın. Buraya girişməsin və xalqının sağlam qalması, salamat qalması üçün, eləcə də devlətimizin yaşaması üçün bu oyundan kənarda dayansın. Və bunun üçün həmkarların sağ geniş danışdılar, müəyyən məsələlərlə həyata keçirdilər, söhbətlər etdilər. Söhbət ona gəlir ki, Azərbaycan Respublikası nə etməlidir ki, bu müharibədən kənarda qalsın. Amma açıq danışaq, nə qədər ki torpaq var, müharibə zəruridir. Müharibə gedəcək. Amma bu müharibədən sağlam qalmaq üçün, baş ucalığından kənarda qalmaq üçün nə etməliyik? Hər birimiz yaxşı bilirik ki, hər bir dövlət daxilində idarə etmək üçün hər birinin öz daxili qanunu var. Əgər daxildə əhalini idarə edərkən o qanundan məsuliyyət şəxslər Tərtər hadisəsində başda olmaqla hər birimizin bizim başımıza gələn şeyi canlı şahidiyik. Əgər ədalətsizlik baş verərsə, ədalətli qanun işləyərsə, bu qarşısı alınır. Yox, ölkədə qanunsuzluq yaranarsa, o hakimiyyət qanunsuzluq eləyən şəxslərə qarşı cinayət işi qaldırır. Ədalətli şəxslərə qarşı isə dərin girişə bilmir. Çünki onun arxasında haqq, ədalət, qanun müdafiə edir və onun ətrafında müdafiəçiləri daha çox olur. Əgər kimsə çirkəbə batmış olursa, həmin şəxsi ani momentdə, tez bir vaxtda onu həyatdan da götürür, cəzalandırır da. Və eləcə də ölkələr beynəlxalq qanunlar tərəfindən bu cür idarə olunur ki, beynəlxalq aləmdə hər bir dövlətin özünün məsuliyyətli öhdəlikləri olur ki, əgər beynəlxalq qanunlara riayət etməzlərsə, terrorçuluq eləyərlərsə, saxta nəsə başqadır, saxta yollarla nələrsə, ticarət yolunda, terrorda nədə eləərsə, onlar da beynəlxalq qanunlar qarşısında məsuliyyət daşımış olur. Və onda da güclü dövlətlər onlara o saxta hərəkətlərini əsas götürərək elə İran kimi bəhanə gətirir ki, bir belə edam elədi, bir belə neynədi. Bu haqsız əllərində koz əsas tutaraq bununla bağlı olaraq onlara qarşı özlərinin haqlı sayıb terrordan istifadə edirlər. Daxilimizdə gedən haqsızlıqlar kimi. Bunun üçün biz xalq olaraq, dünya xalqları nə etməlidir? Bir nəfər, məsələn, Azərbaycan Respublikası xüsusilə beynəlxalq qanunlara əsaslanmaqdan başqa əvəzsiz yolumuz yoxdur. Ancaq bizi qurtarsa, beynəlxalq qanunlar müdafiə edəcək ki, çünki hər bir dövlət bu haqsızlıqların əleyhinədir. Bu haqsızlıqları heç bir dövlət qəbul etmir. Çünki bu bizə baş verən, İranda baş verən haqsızlıqlar bayaqki çıxışlarda da söhbət səsləndirildi ki, onların hər bir dövlətin başında çatlaya bilər və gedəcək də, gedir də. Və görürük, Ukraynada var, burada var, orada var, bu digərlərinə də ziyarət edəcək. Ona görə də demokratiyanı inkişaf elətdirmək ondan ötürü ki, hər bir şəxs haqq, ədaləti əsas tutmalıdır. Hər bir şəxs dünya səviyyədə düzgünlüyə riayət etməlidir ki, heç bir digər qüvvə onlara qarşı haqsızlıq törədə bilməsin. Və bugün də bu haqsızlıqlar törədənlər deyir, qurunun odundan yaş dayanır. Bizi idarə edən qüvvələr o qədər çirkəvə batıb, o qədər haqsızlıqlar törədiblər ki, bugün sıravi vətəndaşlar heç nədən onların oduna yanmaq məcburiyyətində qalır. Və o da gedəcəkdir. Və gedib və yenə də getmək məcburiyyətində qalacaq. Ona görə də Azərbaycan Respublikasını yenə də o istiqamətə bir səsləndirməyə çalışırıq ki, beynəlxalq qanunlar qarşısında törətdiklərinin cəzası kimi cəzalanacaqlar. Və digər dövlətlər də beynəlxalq qanunlara riayət etmədikləri üçün onlar da öz cəzasına ümumilikdə dünya miqyasında buna çalışırıq ki, demokratiya ondan ötürü ki, hər bir dövləti yaşatmaq, hər bir dövlətin daxilindəki cəmiyyəti, əhalinin hüququnu müdafiə etmək, onları yaşatmaqdır. Mən sizlərə bu sahədə öz fikrimi çatdırdım ki, əhalimiz də mən doğru çalışdım, çatdırım ki, başa düşək bir-birimizi. Bəli, haqsızlıq ancaq haqsızlıqlara görə baş verir. İsrail tərəfindən də, Amerika tərəfindən də əsas tutaraq edir, amma özləri o haqsızlıqları törətsələr də hələ onlara qarşı digər qüvvələr hələ sakit kənardan müşahidə edir. Onlar da öz haqsızlıq hərəkətlərinə görə NATO kimi
və Avropa Şurası kimi və digər sahələr tərəfdən gec-tez onlar səsləndirib məsuliyyətə cəlb olunurlar, söz cəzasını çəkməli olacaqlar. İndi baxmayaraq ki, bizim əlimizdə bir şey yoxdur öz yerində, amma zaman yetişib onlar da onu sahədə cavab verməli olacaq. Bu qədər. Sağ olun. Təşəkkür edirəm, hörmətli Arzuman bəy. Çıxış üçün söz verilir millət vəkili Bilal Şirinova. Bundan sonra mən reqlament uyğun olaraq növbədən kənar sözü verəcəm Xatirə xanıma, Xatirə Cəbrayılova. Buyurun, rəiset təqdiminizdir. Çox sağ olun söz verdiyiniz üçün. Hörmətli millət vəkilləri, hörmətli sədr. Buradan mən bir millət vəkili olaraq, ağsaqqal olaraq bildirmək istəyirəm ki, neçənci ildəsə İraq məncə dövlətinə də Ramazan ayında hücum oldu. Bu ildə Ramazan ayında İran dövlətinə hücum oldu. İran hakimiyyətindən nə qədər onlar pis olsa da, hakimiyyət pis olsa da, orada olan xalqlar hamısı bizim müsəlman xalqlarımızdır. Onlar mənim qardaşlarım, bacılarımdır. Mən bugünkü gündə bu nöqteyi nəzərdən danışmaq istəyirəm ki, Abid bəyin də danışığında bu nöqtələrə toxundu ki, bugünkü gündə şiə-sünni söhbətini müəyyən qədər az ifadə etmək daha yaxşı olardı. İndən belə nə Vahabi yoxdur, nə Sünni yoxdur, nə Şəi yoxdur, nə Sələfi yoxdur, müsəlman milləti var. Quranda isə müsəlman var, bir də kafirlər var. Bu nöqteyi nəzərdən danışmalıyıq. Əgər bizim Orta Asiya xalqları, müsəlmanlar bizimlə birləşsə, necə olar, özünüz öz fikriniz nə qədər qəşəng olar. Bütün danışıqlarda bütün insanlar çalışsınlar ki, bizim Peyğəmbərimiz və bilsinlər ki, bizim Peyğəmbərimiz bizi müsəlman adlandırıb. Quranda da belə bir ayə var, firqələrə bölünməyin, bəlkə nicat taparsınız. Bu, din xadimləri daha dəqiq bilər, mən bəlkə səhv buraxdım, tam ifadə vermədim. Bu bizim gələcəyimizdir, bu bizim nicatımızdır. Mən bu hər kəsi özünün müsəlman olmağını və müsəlman yolunda getməyinin arzusundayım və xahişindəyim. Sağ olun, diqqətinizə görə minnətdaram. Təşəkkür edirəm, hörmətli Bilal bəy.